Salam əziz şagirdlər və dəyərli müəllimlər. Bugün sizlərlə Riyaziyyat 2025 test toplusunun ikinci hissəsinə başlayırıq. Sizlərlə köməklərimiz davam eləyəcək. Yəni mən çalışacağım ki, bu hissəni də tam axıra qədər izah edim. Bildirmək istəyirəm ki, dərslər onlayn şəkildə keçirilir və qeydiyyat aktivdir. Gördüyünüz nömrə ilə əlaqə saxlayan dərslərimizə qoşulun. Deməli, bizim ikinci hissədə birinci bölməmiz uşaqlar funksiya və qrafiklər bölməsi olacaq. Çox maraqlı bölmədir və elə bölmədir ki, buradan mütləq şəkildə imtahana sual düşür. Özdə bir sual ətraflı yazıya düşür. Çox düşündürücü sual olur bu sual. Ona görə çox diqqət tələb edən mövzu olduğu üçün diqqətlə qulaq asın. Mən qaydaları dedikcə qayda dəftəriniz yanınızda olsun, qeydlərinizi götürün. Mən hansı qaydaya desəm ki, bunu qayda dəftərinizə qeyd edin, onları götürüb yazırsınız qaydaya. Qalanlarını da tapşırıq dəftərinə yazırsınız. Deməli, birinci sualla başlayırıq. Uşaqlar, birinci bölməmiz kx üstəgəl b və k bölünsün x funksiyaları olacaq. Yəni, iki funksiya haqqında danışacağıq. Sualların üzərindən mən getdikcə qaydalarını da deyəcəm sizə. Birinci qayda nədir? Funksiyanın sıfırı. İlk qaydanı yazın dəftərinizə. Yazın ki, funksiyanın cavabını sıfıra çevirən x'lər funksiyanın sıfırı adlanır. Yəni, bu funksiyanın sıfırın tap deyirsə, siz funksiyanı sıfıra bərabər edib tənlik həll etməlisiniz. Qaydanı yazıb götürün. Deməli, buradan da çarpaz vursanız 3-ü 20-yə, x bərabər olacaq 60. Deməli, bu funksiyanın bir dənə sıfırı var, o da 60C variantı. Deməli, funksiyanın sıfırı nə oldu? Funksiyanın cavabını sıfıra çevirən x. İndi ikinci funksiyaya baxsaq, bunun sıfırını tap deyir bizə. Bu funksiyanın sıfırını tapanda bunun cavabı 9'dur da. Biz götürüb yazmaq ki, 9 bərabərdir 0. 9 da heç vaxt sıfıra bərabər ola bilməz. Axı, bu ümumiyyətlə tənlik deyil. Bu ifadə heç vaxt sıfıra çevrilə bilməz. Bu o demək ki, bunun sıfırı yoxdur. Sıfıra çevirə bilmirsə, sıfırı yoxdur deyəcəyik. Sıfırı yoxdur. Yəni, cavab D variantı olacaq. Üçüncü sual. Y bərabərdir uşaqlar. K böl x funksiyası verilibdir. Bu qrafik deyir ki, 9 mənfi 3/1 nöqtəsindən keçir. Biz nöqtənin koordinatları ilə ilk öncə tanış olaq. Koordinatlar x və y cütü ilə işarə olunur. Həmişə birinci yerdə dayanan x-i bildirir, ikinci yerdə dayanan y. Əgər bu qrafik bu nöqtədən keçirsə, o demək ki, x-in yerinə 9, y-in yerinə mənfi 3/1 qoyub k-nı tapmalıyıq. Yəni, bu nöqtə həmin bu qrafikə aiddir. Y-in yerinə yazıram mənfi 3/1 bərabərdir k böl 9. Çarpaz vuranda mənfi 3k bərabərdir 9-a, k bərabərdir mənfi 3 olduğunu alırıq. Bu şəkildə. Cavab A variantı. Yəni, hansısa bir funksiya bir nöqtədən keçir deyirsə, həmin nöqtənin x-ini, y-ini aparıb, funksiyada yerinə qoyub hesablama aparmalıyıq. Məsələn, 4-də də eynidir. Baxın. Deyir ki, funksiyamız mənfi 25, 5/1 nöqtəsindən keçir. Bu demək istəyir ki, bu birinci koordinatı x-dir, ikinci koordinatı y-dir. Aparın deyir, x-in yerinə mənfi 25, y-in yerinə 5/1 yazın. Y-in yerinə 5/1 yazanda o zaman olacaq k bölünsün, x-in yerinə də mənfi 25. Çarpaz vursam bunu 5k bərabərdir mənfi 25 olduğunu alıram. Buradan da k bərabərdir mənfi 25-i 5-ə böləndə mənfi 5. Beşinci sualda da eyni qayda ilə baxın uşaqlar. Hər hansısa bir funksiya verilib sizə, bu funksiya deyir mənfi 3, mənfi 7 nöqtəsindən keçir. Demək istəyir ki, x-i mənfi 3-dür, y mənfi 7-dir. Aparıb yerinə yazırıq. Y-in yerinə mənfi 7 yazaq. Mənfi 7 bərabərdir k çıx 2 bölünsün x, yəni mənfi 3. Bunu çarpaz vuranda k çıx 2 bərabərdir. Mənfi 3 7-yə çarpaz vurulur 21. Deməli, k bərabər olar 21 ilə 2-ni toplayanda 23-ə. D variantı olacaq variantımız. 6-ya baxırıq. Deyir ki, bucaq əmsalı mənfi 0,4 olan xətti funksiyanın qrafiki A nöqtəsindən keçirsə, onun tənliyini yazın uşaqlar. Qayda dəftərinə yazaq xətti funksiya. Xətti funksiya y bərabərdir k vur x üstəgəl b şəklində işarə olunur. Burada k bucaq əmsalıdır.
bucaq əmsalı. Yəni x-in qarşısında dayanan ədəd, düsturumuzda x-in qarşısında dayanan ədəd düz xəttin bucaq əmsalı olacaq. İndi bizə deyir ki, nöqtə keçir, daha doğrusu funksiya keçir -2,5, 2,6 nöqtəsinə. Yenə bayaqçılar kimi. Sadəcə burada əlavə olaraq tənliyi siz özünüz yazmalısınız. Bayaqki funksiyalarda tənliyi özü vermişdi. Burada siz özünüz bilməlisiniz ki, düz xəttin tənliyi kx üstə cəlb-dir. Deməli, x-in yerinə -2,5, y-in yerinə 2,6 yazacaqsınız. Y-in yerinə 2,6 yazdım. Bərabərdir k vurulsun -2,5 üstəgəl b. Və k-mız da verilib. Bucaq əmsalda 0,4 olduğu verilib. Onda k-nın da yerinə 0,4'ü yazaq. K -0,4 vur -2,5 üstəgəl b. Uşaqlar, -0,4'ü -2,5'ə vuranda cavab 1 eləyəcək. Bu 2,6'dır, üstəgəl b. Buradan b-ni alırıq 2,6'dan 1 çıxanda 1,6. Onda biz düz xəttin tənliyini gedib götürüb yuxarıda yazsaq, k vur x yazıb. K -0,4 idi, x üstəgəl 1,6 şəklində bir düz xətt alırıq. Cavab eləyəcək C variantı. Deməli, xətti funksiyanın qrafiki necə oldu dedik? Y bərabərdir, k vurulsun x üstəgəl b şəklində. Xətti funksiya bu formada olmalıdır. Xətti funksiya. Uşaqlar, testləri işləməyə başlamazdan öncə qayda kitablarından fərqi yoxdur. İstəyir DİM-in kitabı olsun, istəyir digər hər hansı kursun və yaxud hər hansı müəllimin qayda kitabı olsun. O riyaziyyatdan ilk öncə qaydaları oxuyun ki, sonra testlər işləyəndə sizə rahat olsun. İndi biz baxmalıyıq, burada xətti funksiya hansıdır? Xətti funksiyada məxrəcdə x olmamalıdır. Məxrəcdə x olanların hamısını silirsiniz uşaqlar. K vur x üstəgəl b şəklində olmalıdır. Y variantına baxaq. Baxın, x-i 5'ə bölmək əslində 5'də 1 vurulsun x yazmaq deməkdir. Üstəgəl 3'də 1. Deməli, bunun k-sı 5'də 1'dir. B-si isə 3'də 1'dir. Və bizdən soruş xətti funksiya hansıdır? Y variantı xətti funksiyadır. 8-ci suala baxırıq. Deyir ki, qrafikə görə xətti asıllığı müəyyən edin. İndi biz xətti funksiyanın düsturunun y bərabərdir kx üstəgəl b olduğunu öyrəndik. Buradakı k dedik ki, bucaq əmsaldır. Həmçinin k belə də işarə olunur. K-nı tangens alfa ilə tapacaqsınız uşaqlar. K bərabərdir tangens alfa. K-nın başqa bir dənə də düsturu var. 2 dənə nöqtədən keçərsə düz xətt, y2 çıx y1 bölünsün x2 çıxılsın x1. Bax, bu bucaq əmsallarının 2 düsturunu yazın, götürün. Bunların üçün bir yerdə yazın. İndi bizdə deyir ki, alfa bucağı 60 dərəcədir. Alfa dediyi, orada tangens alfadakı absis oxunun müsbət istiqaməti ilə düz xəttin əmələ gətirdiyi bucaq. Yəni, bizdə alfa 60 dərəcədir. Onda bucaq əmsalını tapanda y bərabərdir, daha doğrusu k bərabərdir. Yazmalıyam tangens alfa. Yəni, tangens 60. Tangens 60 dərəcədə köhtə 3 olduğunu artıq biz düz bucaqlı 3 bucaqlardan bəri bilirik. Deməli, bizdə k köhtə 3 olmalıdır uşaqlar. Bir də nə yadımızda saxlayacağıq? Əgər düz xətt tənliyi kx üstəgəl b şəklində işarə olunursa və bu düz xətt koordinat başlanğıcından keçirsə, b-miz 0'dır. Bax, sizin düz xətt koordinat başlanğıcından keçib. Nəyə görə b 0 olacaq? Çünki x-in də yerinə, y-in də yerinə koordinat başlanğıcının koordinatları 0'dır axı. X-in də yerinə, y-in də yerinə 0 yazanda b-nin 0 olduğunu alırsınız. Onda sizin düz xəttiniz olur. Y bərabərdir. K-nın yerinə kökdə 3 yazdıq. Kökdə 3x. Üstəgəl 0 yazmıram. Elə belə də saxlayıram. Deməli, burada əlavə nə yadımızda saxlayırıq? Koordinat başlanğıcından keçən düz xəttlərin tənliyində b 0 olacaq. Cavabımız Y variantı. 9-cu sualla davam edirik. Yenə də həmin qayda ilə gedəcəm uşaqlar.
Biz bilirik y bərabərdir kx üstəgəl b düz xəttin tənliyidir. Yenə bu koordinat başlanğıcından keçib, yəni x-i 0, y-i 0 nöqtəsidir koordinat başlanğıcının. Onda yerinə yazanda 0 bərabərdir b alırsınız, x-in də yerinə 0 yazanda. Deməli b-miz 0-dır. K-nı tapmaq üçün biz tangens alfa yazmalıyıq. K bucaq əmsalı bucağın tangensinə bərabərdir. Və bizdə x oxunun müsbət istiqaməti ilə yaranan bucaq 120 dərəcədir. 120 dərəcədə tangens tapmaq üçün uşaqlar, siz çevirmə düsturlarını bilməlisiniz. 120-ni mən 90 üstəgəl 30 kimi yazıram. Düzdür, bu trigonometriya da keçiriləcək. Amma bura salıblarsa biz məcbur bunu izah etməliyik və yazmalıyıq. 90'ı atanda uşaqlar ad dəyişib çevrilir olar kotangensi 30 dərəcə. Bir də ki, bu 120 dərəcə ikinci rübün bucağıdır da. İkinci rübdə tangens 2. İkinci rübdə tangens mənfi olduğu üçün mənfi qarşıya keçər. Kotangens 30 dərəcədə alır, kökdə 3, amma qarşısında mənfi olacaq. Onda biz yekunda düz xəttin tənliyini yazsaq, y bərabər k-nın yerinə mənfi kökdə 3 yazmalıyam. X olduğu kimi, b-nin də yerinə 0-dır deyə o 0-ı artıq yazmıram. Şöyle bu çevirmə düsturlarını trigonometriyada öyrənəcəyik. Yəni, topluda bəzən qarışıq suallar olur. Yəni, keçmədiyiniz mövzuya aid sualı əvvəlki bölmələrdə verir. Normal halda da, yəni birinci hissədə də görmüşük deyə artıq öyrəşmişik. 10-cu. Deməli uşaqlar, biz deyirik ki, y bərabərdir kx üstəgəl b. K bucaq əmsalıdır, düzdürmü? Bucaq əmsalıda əgər düz xət absis oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirirsə, bax bizdə iti bucaqdır. Alfa 90-dan kiçikdir. Bu demək ki, bucaq əmsalı müsbət bir ədəd olacaq. Bax, bir də təkrarlayıram. Əgər düz xət, çünki iti bucağın tangensi müsbət olaraq, absis oxu ilə iti bucaq əmələ gətirirsə, bu düz xəttin k-sı, yəni bucaq əmsalı müsbət olacaq. Və düz xəttin y oxunu kəsmə nöqtəsi həmişə b-ni bildirir. Bayaq nə dedik? Koordinat başlanğıcından keçirdisi demək ki, b 0-dır. Çünki 0-da kəsirdi. Amma indi aşağıda kəsib. B aşağıda kəsdiyi üçün mənfidir. Deməli, nə aldıq? B nəyi bildirdi? Sərbəst hədd y oxunu kəsmə nöqtəsini bildirir uşaqlar. Əgər düz xətt aşağıda kəsirsə y oxunu b mənfidir. X oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirirsə k müsbət. K müsbət b mənfi b variantında. İndi gəlin həmin qaydaya əsasən 11-i təyin edək. Baxın, x oxunun müsbət istiqaməti ilə bu kör bucaq əmələ gətirib düz xətt. Alfaya fikir verin. Yəni, kör bucaq nədir? 90-dan böyük, 180-dən kiçik. Və belə olan halda k tangens alfa idi axı. Tangens həmin 90-dan böyük, 180-dən kiçik bucaqlarda mənfi qiyməti aldığı üçün bizdə k mənfi olacaq. Yadımızda saxlayıq. Əgər bucaq kör bucaqdırsa, k mənfidir. Və düz xəttinizə baxın, y oxunu yuxarıda kəsib. Yuxarıda kəsdiyi yer, o kəsdiyi nöqtə b-ni bildirir. Deməli, b-miz müsbətdir. B y oxunu kəsmə nöqtəsini bildirir. K isə bucaqla əlaqəlidir. K kiçikdir 0-dan, B müsbət. Onda bu hansı variantdır? D variantı. Keçik 12-ci suala. K, x üstəgəl B düz xəttində K və B-ni soruşur bizdən. Uşaqlar, mən bir dənə yol öyrədəcəm sizə. Bunu istəyirsiniz xətti funksiyalarda, istəyirsiniz digər funksiyalarda hər birində tətbiq edə bilərsiniz. Yəni, bu 12-ci sualın yazmağın bir neçə üsulu var. Amma mən deyəcəyim üsul, yəni bütün funksiyalarda keçərlidir. Ona görə çalışın bununla gedəsiniz. Baxın, 2 dənə nöqtə verilib bizə. Biri bu nöqtə. Həmin nöqtənin x-i 0-dır. Çünki y oxu üzərində daxı x-ə perpendikulyar endirəndə gedir 0-a düşür. Fikir verin. x-i 0, y-i 5-dir. Və bu mənfi 5 olan nöqtənin isə x oxu üzərində olduğu üçün x-i mənfi 5-dir, y-i yoxdur da bunun. Ya da perpendikulyar endirsəniz y-ə gedir koordinat başlanğıcına düşür, o hissə 0. Bu nöqtələri gətirib düz xəttə yerinə yazaraq biz həm k-nı, həm b-ni tapa bilərik. Əslində b-ni görürük ya uşaqlar. Biz nə dedik? B, y oxunu kəsmə nöqtəsi. Bax, b-nin 5 olduğunu görürük. Gəlin elə b-nin 5 olduğunu yazaq.
İndi digər nöqtələrdən istifadə edəcəyik. Məsələn, bu -5 0 nöqtəsinin yerinə yazıram. Y-in yerinə 0 yazdım. Bərabərdir. K-nın yerinə bilmirəm neçədir. Ona görə olduğu kimi saxlayıram. X-in yerinə -5, B də 5-dir. Deməli, bu 5K sol tərəfə keçəndə müsbət olur. K bərabərdir 1-dir. K-nı tangensin düsturu ilə də yaza bilərsiniz. Y2 çıx Y1 böl X2 çıx X1 ilə də yaza bilərsiniz. Amma mən bu dediyim üsul, koordinatları yerinə yazmaq bütün funksiyalarda keçərli olduğu üçün bu düsturu, bu üsulu daha doğrusu yaxşı yadınızda saxlayın. K ilə B-nin cəmi olacaq 6A variantı. 13-cü suala baxırıq. Bizə deyir ki, Y bərabərdir 5-də 3x üstəgəl 4 düz xətti üzərində absisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Uşaqlar, koordinatlar x, y-dir. X absisdir. Y isə ordinatdır. Ordinat. Bizə deyir ki, absis ordinatına bərabər olsun. Yəni, demək istəyir, x-in yerinə y yaz. Aparaq yazaq. Y bərabərdir 5-də 3, x yazmıram, y yazıram, üstəgəl 4. Bu 5-də 3, y-i keçirdirəm sol tərəfə. Y-dən 5-də 3, y çıxanda 5-də 2 y edər. 5-də 2 y 4-ə bərabərdir. Çarpaz vursam 2y bərabərdir 20 olacaq, y də bərabərdir 10 olduğunu alırıq. Y 10-dursa, x də axı 10-a bərabər idi. Deməli, x də 10-dur. Bizdən koordinatların cəmini istəmişdi. X, y cəmini istəyir. 10 üstəgəl 10 cavab eləyəcək 20. Yəni C variantı. 14-cü suala baxırıq. Yenə də deyir ki, absisi ordinatına bərabər olsun. Absis x-dir, ordinat y-dir. Bizə deyir ki, bu bərabər olsun bunlar. X-in yerinə y yazacağım. Tənliyi ilk öncə köçürdüm. Y bərabərdir 4-də 3, x-in yerinə yazdım y üstəgəl 2. Y-ləri keçirdirəm bir tərəfə. Y-dən 4-də 3 y çıxanda, y 4-də 4 y daxil. 4-də 3 y çıxanda 4-də 1 y qalacaq. 2-nin məxrəcinə 1 atın, çarpaz vurun, y 8. Uşaqlar, y 8-si deməli x də 8-dir. Bizdən soruşur x, y cəmini. O da 8 üstəgəl 8 bərabərdir 16. Yəni D variantı. Keçirik 15-ci suala. 15 kəsir funksiyadır uşaqlar. Tərs mütənasib asıllığın qrafikidir. Baxın, y bərabərdir k böl x funksiyasının qrafiki. K müsbət olarsa bunu qayda dəftərinə yazın. Sizdə kəsir funksiyanın qrafiki belə olacaq. K əgər mənfi olarsa, bu qrafik keçəcək. Bax, mən birinci çəkdiyim neçənci rüblərdən keçibdir? Birinci, üçüncü rüblərdən. İkinci çəkdiyim qrafik K mənfidirsə, ikinci, dördüncü rüblərdən belə keçəcək. Bunu yazın, götürün. Həm şəklini tanımalısınız kəsir funksiyanın, həm də bilməlisiniz ki, nə vaxt hansı rüblərdən keçir. Deməli, uşaqlar. Bizdə nə olmalıdır? K-mız müsbət olmalıdır ki, birinci, üçüncü rüblərdən keçsin və K böl x formasında olmalıdır. K böl x formasında olan bir dənə B variantı da həqiqətən də K-sı müsbətdir. Baxın, 1 verilibdir. Deməli, 15-ci sualın cavabı B olacaq. Keçik 16-cı suala. Baxın, eyni qaydadır. İndi mən deyirəm. Birinci, bu qrafikə baxın. Bunlar keçdi. Birinci, üçüncü rüblərdən. Deməli, bunun K-sı müsbətdir ki, birinci, üçüncü rüblərdən keçib. Digər qrafikdə, bu qrafikdir B böl x. Deməli, B burada mənfidir ki, yəni sürətdə dayanan ədəd. O, ikinci, dördüncü rüblərdən keçib. K müsbət, B mənfi C variantı olacaq. 16C. Baxın, qaydasını mən burada 15-ci sualda yazmışam. Bu qaydaya əsasən. İndi 17-yə baxaq. Yenə mən bu qaydanı saxlayıram burada uşaqlar. 17. K bölü x, B bölü x funksiyaları, kəsir funksiyalardır, tərs mütənasib asıllığın düsturlarıdır. İndi bura baxın. K bölü x budur. Neçənci rüblərdən keçib? İkinci, dördüncü. İkinci, dördüncü rüblərdən keçirsə, deməli orada K əmsalı mənfidir.
B bölü x-ə baxaq. B bölü x-də uşaqlar ikinci, dördüncü rüblərdən keçib. Bunlar ikisi hiperbolanın qolları adlanır uşaqlar. İkisi bir qrafik sayılır da. Yəni o da ikinci, dördüncü rübdən keçirsə, deməli o da mənfidir. K-sı da mənfi, B-si də mənfi, A variantı olacaq. 17 A variantı. Keçirəm 18-ci suala. Deməli, A mənfi bir ədəddir, B də mənfi bir ədəddir. Elə mənfi ədədlər ki, A-nın modulu B-nin modulundan kiçik olsun. A-nın modulu B-nin modulundan kiçik. Məsələn, A-ya tutaq ki, mən deyə bilərəm mənfi 2, B-yə deyə bilərəm ki, mənfi 3. Onda qrafikimizin biri mənfi 2x qrafikidir, biri də mənfi 3x qrafikidir. Deməli, koordinat sistemində mən çəkəcəm bunları. Bu AX-in yerindədir, bu BX-in yerindədir uşaqlar. Deməli, A-nın modulu, yəni mənfi 2-in modulu həqiqətən də mənfi 3-in modulundan kiçikdir. Uşaqlar, hansısa bir düz xətti qurmaqdan ötürü ya formasını yadınızda saxlayıb bilməlisiniz, hardan keçir, ya da 2 dənə nöqtə təyin edə bilərsiniz. Məsələn, mən birinci düz xətti qurmaq istəyirəm. 2 dənə nöqtə ilə quracam. Siz də qurmağın yönünü öyrənin. Məsələn, x-ə 0 versəm, y-in cavabı 0 olar. Gəlin bunu belə aşağıda yazım. Bax, x-ə 0 versəm, y 0 olar. Bir də x-ə 1 verəcəm. X-ə 1 verəndə y mənfi 2. Düz xətti üçün 2 dənə nöqtə kifayətdir. x-ə 0, y 0 budur. X 1 olanda y mənfi 1 olar, budur. Mənfi 1 yox, uşaqlar, düz yazmamışım. X 1 olanda y mənfi 2 olacaq. Axı, mənfi 2-ni x-ə vurmalıyam. Mənfi 2 də buradadır. Bax, x-dən 1, y-dən mənfi 2 götürdüm. İndi mən bunların ikisindən keçim, bir dənə düz xətt qurmalıyam. Belə bir düz xəttimiz var. Bu, deməli, AX-in qrafikidir. Y bərabərdir AX. İndi mənfi 3x üçün təyin edirəm. X-ə 0 verəndə y 0 olacaq. X-ə 1 verəndə y mənfi 3 olacaq. Deməli, x-ə 0 verəndə 0, bu da koordinat başlanğıcından keçəcək. X-ə 1 verəndə y mənfi 3 olacaq. Belə keçəcək. İndi mən bu iki nöqtəni birləşdirməliyəm və düz xətti deyənə sonsuza qədər uzanır. Baxın, belə keçən bir düz xətt oldu. Bu da y bərabərdir bx. Deməli, nəyi yadımızda saxlayaq? Bu hansı qrafik oldu? Baxaq görək. AX aşağıda, BX daha yuxarıdadır. Y variantı. Y variantı bizim cavabdır. İndi biz nəyi yadımızda saxlayacağıq? Əgər qrafiklərdə əmsal modulca hansı daha böyükdürsə, həmin qrafik y-ə daha yaxın olur. Bax, burada B-nin modulu daha böyük idi. Mən Y variantında göstərəcəm. Baxın, y oxuna daha yaxındır. BX. Modulu böyük olan, hansın ki əmsalın modulu böyükdür, o y-ə daha yaxın olacaq. AX isə modulca kiçik olduğu üçün y-dən uzaqdadır. Baxın, nə qədər məsafəsi var. Bunu da yadımızda saxlayaq. 19. Sabit funksiya, uşaqlar, sabit funksiya fx bərabərdir. Hansısa bir dənə ədədə bərabərdir. Sabit bir ədədə. Tutaq ki, B yazıram. Burada da qeyd edirəm ki, sabit. Yəni, x-dən asılı deyil. Bunun x-dən asılı yoxdur. Konkret bir ədəddir. Və sabit funksiyanın qiyməti x-dən asılı olmadığı üçün həmişə eyni bir qiymət alacaq. Məsələn, bizə f1 lazımdır da. f1-də də bu b alacaq. B hər neçədirsə, f3-də də b alacaq. F9-da da həmin b-ni alacaq. Axı, sabitdir. Eyni bir qiymət alır. İndi bizə deyir f1, yəni b, vur f3, b, vur f9, b bərabərdir mənfi 27. Bu b-nin kubu bərabər mənfi 27 olur. Deməli, b mənfi 3-dür. B mənfi 3-dürsə, deməli, fx bərabərdir mənfi 3 düz xəttindən söhbət gedir. Gəlin, bu düz xətti də qurum mən sizə. Fx bərabər mənfi 3 düz xətti necə keçir? Fx y deməkdir. Y oxu üzərində mənfi 3-ü götürürsünüz. Mənfi 3. Baxın, mənfi 3-dən keçən konstant, yəni sabit bir düz xətt qrafik olacaq. Yəni, bu x-dən asılı deyil də uşaqlar. X-in üzərindən nə götürürsünüz, götürün. Bunun y-ə mənfi 3-ə gedir. Bax, x-dən neçə götürürsünüz, götürün. Bunun cavabı gedir mənfi 3-ə.
İndi bizə deyir ki, f64-ü tap. X-in üzərindən 64 də götürsəniz cavab 3 olacaq. Yəni f64-də də b-ni alacaq. Çünki sabit funksiyadır. Yenə cavabı -3 olacaq. Belə. Cavab C variantı. Deməli, sabit funksiya nə olmalıdır? X-dən asılı olmamalıdır. Onun x-i olmamalıdır. İndi 20-yə baxın. 20-də deyir ki, bu sabit funksiya. Sabit funksiyanın x-i olmamalıdır. Bura yox olmalıdır, bura yox olmalıdır. Yox olmalıdırsa, x olan hissələrin əmsalları 0 olmalıdır, uşaqlar. Yəni, burada qalmalıdır təkcə 2a üstəgəl 3b. X olan hissələrin əmsalında a çıxılsın 3 var, bu 0-dır. B çıxılsın 4 var, bu da 0-dır. Deməli, a-mız 3-dür, b-miz 4-dür. Belə çıxır ki, aparıb yerinə yazsam 2 vurulsun 3, üstəgəl 3 vurulsun 4, cavabı alıram 18. Bu belə. Yəni, f(x) də 18 alır. İndi bizə deyir, f a üstəgəl b-də. Yəni, a ilə b-nin cəmi f7 eləyir də. f7-də neçə alır? Bu sabit funksiyadır. X-in yerini siz, bax, burada bunun yerini siz nə yazırsınız yazın, bunun cavabı sabit olacaq. Yəni, həmişə 18-dir. Sizdən f15-i soruşsa da yenə 18-dir. f20-ni soruşsa da yenə 18-dir. Nəyə soruşsun? Cavab 18 olacaq. Çünki bu sabitdir, dəyişməzdir. Cavab B variantı. Keçirəm 21-ci suala. Burada artıq qayda yazmalıyıq. Açırsınız, qayda dəftərini yazırsınız. Fx bərabərdir ax üstəgəl b bölünsün cx üstəgəl d şəklində funksiya sabit funksiyadırsa, yəni x orada yoxdursa, onda a böl c bərabər olacaq b böl d-yə. Bu qayda ödənməlidir. Ödənməlidir. Bunu qayda dəftərinizə yazırsınız. Elə qayda dəftərinə də həmin sualı köçürdüb misalı yazarsınız. İndi bizdə sabit funksiya olması üçün x-in əmsallarının nisbətinə baxın. Biri k-dır, biri 5. Böləndə bərabər olmalıdır sərbəst hədlərin nisbətinə. Yəni 5 böl -25-ə. Bunu çarpaz vuranda -25 k bərabərdir 25 olur. Deməli, k bərabərdir -1. K -1-dirsə aparıb yerinə yazacağım uşaqlar. Fx bərabərdir. K-nın yerinə -1 yazanda olur. -x üstəgəl 5 bölünsün 5x çıx 25. Bax, həqiqətən yoxlayaq görək bu sabit funksiya necə olur ki. Buradan mənfini ortaq vuruq çıxarda bilərsiniz. Onda qarşısında mənfi çıxdığı üçün içərinin işarəsi dəyişəcək. Buradan da 5-i. Fikir verin uşaqlar, bunlar gedir, qalır -1 bölünsün 5. Görsünüz, sabit bir dənə ədəd qaldı. X-dən asılılığı yoxdur bunun. Fx-i tapdıq. Fx budursa, f2-ni bizdən soruşur. F2-miz də elə -5-də 1 olacaq. Axı sabitdir. F5 də soruşsa -5-də 1, F15 də soruşsa -5-də 1 sabitdir. Bizə deyir k üstəgəl f2. K-nı -1 tapmışıq. F2-nin də cavabını -5-də 1 tapmışıq. -5-də 1 -0,2-dir. -1 ilə də toplayanda yekun cavabımız -1,2 olacaq. Bu çox qəşəng sualdır uşaqlar. Amma yeni sual deyil, köhnə toplumumuzda da var idi. Qaydanı yazın, götürün. 22-yə baxırıq. 22 başqa bir qaydadır. Bunu da deyirəm, yazın. Düz xətlərin kəsişmə nöqtəsinin koordinatının hasilini soruşur. Bu iki düz xət olmayıb başqa bir funksiya qrafiki olsa belə, uşaqlar. Yəni, necə qrafik olur olsun, onların kəsişmə nöqtəsi ortaq nöqtə deməkdir. Ortaq nöqtə hər ikisinə aid olan nöqtə deməkdir. Bunu tapmaqdan ötürü, kəsişmə nöqtəni tapmaq üçün onları bərabərləşdirib həll etməlisiniz. Yəni 3x çıxılsın 7, 5x çıxılsın 13-ə bərabər olmalıdır həmin nöqtədə. Tutaq ki, belə bir düz xətdir, bu kəsişir. O kəsişmə nöqtəsinin x-i, y-i həm bu düz xəttə aiddir, həm bu düz xəttə. Yəni onların ortaq həllidir. Ortaq həllisə onları bərabərləşdirib həll edirik. X-lər bir tərəfə keçir, y-lər, ədədlər bir tərəfə, x-imiz 3-dür. Tamam, x-i 3 tapdıqsa, y-i tapmaqdan ötürü o düz xətlərin hər hansısa birini götürüb yerinə qoya bilərik. Məsələn, 3x çıxılsın 7-də yazacağım.
İkisində də eyni cavab alacaqsınız. Mən bunu seçirəm. 3 vur x-in yerinə 3 çıx 7 bərabər olur 9-dan 7 çıxanda 2-yə. Bizə deyir ki, x, y-in hasilini, yəni koordinatların hasilini tap. Yekun cavabımız olacaq 6. 23-cü sualla davam edirik. Deyir, 2 şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və gx funksiyalarının qrafikləri verilib. Neçə dəqiqə sonra 2 şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. Uşaqlar, birincisinə baxsaq, bu y bərabərdir, ikisi də fx bərabərdir, k vurulsun x. K1 yazımda, K1 x düz xəttidir. Cx də bərabərdir, K2 x düz xəttidir. Yəni, sizin düz xətlər koordinat başlanğıcından keçən bir düz xətdir. Ona görə B-ləri yoxdur. Heç bu düz xətlərin, tənliklərin yazmasanız belə, bunu necə yazacaqsınız? Bax, fx-ə baxın. 20 dəqiqəyə bu uşaq neçə səhifə oxuyur? 20 dəqiqəyə 18 səhifə oxuyur. Düzdürmü? Bax, yazıram. 20 dəqiqəyə oxuyur 18 səhifə. Siz tapmalısınız görək, 1 dəqiqəyə nə qədər səhifə oxuyur. Bu düz mütənasib asıllığın qrafiki olduğu üçün 1 dəqiqəyə görülən işi tapmaq üçün 18-i 20-yə böləcəksiniz. İxtisar eləmək istəsəniz, ixtisar edin. 10-da 9. Yəni, bir səhifənin 10-da 9-unda belə deyək. İkincisinə baxırsınız, Cx funksiyası 30 dəqiqəyə 15 səhifə oxuyur şagird. 30 dəqiqəyə 15 səhifə oxuyur. Düz mütənasib asıllıq olduğu üçün biz 1 dəqiqəyə görülən işi tapmaq üçün 15-i götürüb bölürük zamanı 30-a və ixtisar edəndə 2-də 1. İndi 1 dəqiqəyə bu uşaq 10-da 9 səhifə oxuyur, bu uşaq 2-də 1. İkisi bir yerdə 1 dəqiqəyə görülən işləri tapırsınız. Bilmirik neçə dəqiqə işləyiblər, x dəqiqə olsun. İşləyiblər deyəndə, yəni kitab oxuyublar. Ümumi iş məsələsi kimi yanaşırıq da buna. Cəmi 210 səhifə oxuyublar. Deyir, neçə dəqiqə keçib ki, bu qədər səhifə oxuyublar. Ortaq məxrəci gətirsəniz, 9 ilə 5 14 eləyəcək. Vur x bərabərdir 210-a. Deməli, x-i tapmaqdan ötürü çarpaz olaraq onu 210-a vurmalısınız və bölməlisiniz 14-ə. Deməli, bunların ikisini 2 ixtisar etsəm, burada 7, burada 5 qalar. 7 ilə 210-u ixtisar etsəm 30, 30-u 5-ə vursam 150 dəqiqə. Və bizdən dəqiqələrin sayını soruşduğu üçün bir də bunu saata çevirməyə ehtiyac yoxdur. Neçə dəqiqə demişdik, cavabımız olacaq 150 dəqiqə. Buraxılış imtahanında istifadə olunmuş sualdır, uşaqlar bu sual. 24-cü suala baxırıq. 24-cü sualda deyir, qrafikdə eyni gücə malik olan işçilərin sayı ilə onların eyni bir işi yerinə yetirmə müddətləri arasında asıllıq vermişdir. 20 işçi həmin işi neçə günə yerinə yetirər? Uşaqlar, n üstə gəl bir sayda işçi, daha doğrusu işçilərin sayı 10'dur. En üstə gəl 1 deyil. Düzgün yazım. Baxın, 10 dənə işçi yerinə yetirir. En üstə gəl 1 saatdır, gündür, dəqiqədir, hər nədirsə də en üstə gəl 1 vaxtda. Sonra deyir, işçilərin sayı n olarsa, bu vaxt en üstə gəl 7 olar. Biz bilirik ki, işçilərin sayı artanda işə sərf olunan zaman azalır. Yəni, tərs mütənasiblik var burada. Və qrafikdə tərs mütənasib asıllığın qrafikində y bərabərdir k böl x. Tərs mütənasib asıllıq, yəni x artdıqca y azalacaq və yaxud x azaldıqca x artacaq. Tərs mütənasib kəmiyyətlərdə biz tənasibi necə vururduq? Üz-üzə. Çünki tərs mütənasib asılı kəmiyyətlərdə, bax, buradan mən soldakı qrafikdən k-nı tapsam, k bərabərdir y vur x. Yəni, o uyğun kəmiyyətlərin hasilləri sabit bir dənə ədəddir, yəni dəyişmir. Üz-üzə vuranda 10 vurulsun n üstə gəl 1 bərabərdir n vurulsun n üstə gəl 7 yazmalıyım və bunu açıb tənlik həll etməliyik uşaqlar.
Sağ tərəf açanda n kvadratı üstəgəl 7n. Mən hamısını sağ tərəfə yığıram. 10n sağa keçəndə 7n-lə çıxılır, çıx 3n olur. Onu da sağa keçsəm işarəsi dəyişir. 2 dənə n-imiz var. Vuranda mənfi 10 eləyəcək Viet teoreminə görə və toplayan zaman çevrilmiş kvadrat tənlik olduğu üçün ortadakı əddə əmsalın əksinə götürəcəksiniz. Yəni bu əmsalında 1-dir da n kvadratın. Bir də nə isə bölməyimizə ehtiyac yoxdur. Hansı ədədlərdir bunlar? Vuranda mənfi 10, toplayanda müsbət 3 edən 5-lə mənfi 2. Və n zamanı bildirdiyi üçün, sayı bildirdiyi üçün mənfi ola bilməz. N-imiz olacaq 5. 20 işçi həmin işi neçə günə yerinə yetirər? İndi biz n-i tapdıq, düzdürmü? N-i tapdıqsa, belə çıxır ki, 10 işçi n üstəgəl 1, yəni n-in yerinə 5 qoyanda 6 günə yerinə yetirir. Yuxarıdakına baxın. 10 işçi 6 günə yerinə yetirir. Bax, mən bundan kömək alacağam. 10 işçi 6 günə yerinə yetirirsə bir işi, həmin işi bizdən neçə soruşur? 20 işçi neçə günə yerinə yetirər? İşçi neçə günə yerinə yetirər? X günə. Deməli, yenə də y bərabərdir k böl x-ə də uyğun baxa bilərsiniz və yaxud tənasübdə biz bilirik ki, bunlar tərsi asılıdır. Tənasüblə də gedə bilərsiniz. 10x bərabər, 10x yox. Tərs asılında üz-üzə vurmalıyıq. 10 vur 6 bərabərdir 20 vur x. Deməli, 60, bu da 20. X-i tapanda 60-ı 20-yə böləcəksiniz 3. Cavabımız olacaq 3 gün. Bu şəkildə uşaqlar tərs mütənasib asılılıqlarda nəyə soruşurdu? 20 işçi neçə günə yerinə yetirər? Məsələn, 3 günə. Tərs mütənasib asılı cəmiyyətlərdə üz-üzə vurursunuz. Üz-üzə vurma səbəbi də odur ki, tərs mütənasib asılı cəmiyyətlərdə uyğun cəmiyyətlərin hasilləri sabit ədəddir. 25-ə baxırıq. Deyir ki, A parametri necə tam qiymətdə funksiyanın qrafiki ordinat oxunu mənfi hissədə kəsir. Hansısa bir funksiyanın qrafiki mənfi tərəfdə kəsməsi, o demək ki, bu düz xətt funksiyadır da uşaqlar. Hansısa bir funksiya ordinat oxunu kəsdiyi yer B-ni bildirirdi. İstəyir bu belə keçsin, istəyir belə keçsin, fərq yoxdur da, mən birini çəkirəm. Ordinat oxunu kəsdiyi nöqtə B-ni bildirir və bu aşağıda kəsirsə, o demək ki, B-si mənfidir. Y bərabər K vurulsun, X üstəgəl B-dir bizim düz xəttimiz. İndi bizim düz xəttimizə baxanda bunun K-sı 2A-dır. Vur X üstəgəl B-nin yerində də bu sağ tərəfdəki ədədlər dayanır. Yəni 3A kvadrat çıx 14B. Əgər bu Y oxunu aşağıda kəsibdirsə, deməli həmin o B mənfi ədəd olmalıdır. B mənfi olmalıdır ki, aşağıda kəsib. Yuxarıda kəssəydi B müsbət olardı. Deməli, mən yazmalıyam ki, 3A kvadratı çıx 14A nə olsun? 0-dan kiçik olsun. Mən buradan 3-ü ortaq vuruq çıxarsam, daha doğrusu A-nı ortaq vuruq çıxarsam, belə alıram. Və sıfırlarını tapsam ayrı-ayrı, 3A çıxılsın 14-ün də mən sıfırını tapsam, A bərabər olacaq 14 bölünsün 3-ə. Ədəd oxu çəkməliyik. Bu artıq gedir 2 dərəcəli bərabərsizliklərə uşaqlar. Kökün biri 0-dır, biri də 14-ü 3-ə böləndə 4/3-də 2-dir. 4/3-də 2-dən böyük bir A götürək. Məsələn 5. 5-i aparıb yuxarıda yerinə qoysam 5 müsbət. 3-ü 5-ə vurub 14 çıxsa müsbət. Müsbəti müsbətə vuranda müsbət. Sonra necə edirdik? Bunlar ardıcılı növbəli şəkildə işarələr yerində dəyişir. Bizə lazımdır 0-dan kiçik işarəsini qoyduğumuz yer, yəni mənfi işarəsini qoyduğumuz aralıq. Və bu aralıq 0 ilə 4/3-də 2 arasındadır. Deyir ki, A-nın neçə tam qiymətində? Burada hansı tamlar var? Uşaqlar, 1 var, 2, 3 və 4-ün özü. Deməli, neçədən tam qiymətində? 4 qiymətində. 4 dənə tam qiymət. Cavabımız olacaq 4. Keçirəm 26-ya. 26 bayaq dediyim qaydaya əsasəndir uşaqlar. Sabit funksiyanın qaydasında nə olmalı idi? Əgər bir kəsir funksiya sabit funksiyaya çevrilirsə, x-lərin əmsallarının nisbəti m böl 4 bərabər olmalıdır sərbəst ədlərin nisbətinə 9 böl m. Çarpaz vursanız, yuxarıda bir sualda bunu izah etdim. Ətraflı yazmaq istəyirsinizsə, daha yaxşı başa düşmək istəyirsinizsə, ora baxa bilərsiniz. Həm mənfi 6, həm müsbət 6 ödəyir, amma bizdən müsbətin soruşduğu üçün müsbət 6-nı götürürük, amma belə də ikisi də ödəyir. 27-ci sualla davam edirik.
3 dənə düz xətt veribdir uşaqlar bizə. Deyək ki, düz xətlər üçün uyğunluğu müəyyən edin. Koordinat başlanğıcından keçməyə lazımdır. Bucaq əmsalı lazımdır. Hansı nöqtələrdən keçir? Bunları bilməliyik. Yaxşı, düz xəttin tənliyi y bərabərdir. Kx üstəgəl b idi. Bu formada yazsaq biz bu düz xətləri, onda hansının hardan keçdiyini biləcəyik. Məsələn, birinciyə baxırıq. 2x üstəgəl 3y bərabərdir 5. Buradan 3y tapsam, 2x keçəcək sağ tərəfə. Və mən y-i tapmaq istəsəm, hamısını ayrı-ayrı 3-ə bölməliyəm. Ayrı-ayrı bölək. Böldüm. Hardan keçəcəyini sonra danışacağım uşaqlar. Gəlin bunların hamısına eyni qaydanı tətbiq edim mən. Baxın, y-i tapıram. X-i keçirdim sağ tərəfə. Deməli, hər tərəfi də 3-ə bölsəm, bu mənfi x çıx 1 böl 3 olacaq. Üçüncünü də yazıram. 3x üstəgəl 2y bərabərdir 0. 2y bərabərdir mənfi 3x, y bərabərdir mənfi 1,5 x-ə. Belə. İndi hardan keçirlər, necə keçirlər buna baxaq. Koordinat başlanğıcından keçən bir düz xəttin b-si 0 olmalıdır. Baxın, bizdə k-lar budur. Bax, bu k-nı bildirir. K. Bu b-ni bildirir. Sonra aşağıdakına baxırıq. Bu x-in əmsalında heç nə yoxdursa o 1 deməkdir. Bildirir bizə k-nı. Bu bildirir b-ni. Mənfisi ilə bir yerdə. K, b. Üçüncüyə baxırıq. Fikir verin, k-sı budur. X-in əmsalı, amma b-si yoxdur. B-si 0 olan düz xətlər koordinat başlanğıcından keçir. Yəni, A variantı 3-ə uyğun gələcək. Sonra, bucaq əmsalı mənfi 1,5-də, hansı da 3-ə uyğundur da, K-sı mənfi 1,5 almışsınız. Baxın, B variantı da 3-ə uyğundur. Sonra nə verib bizə? Bucaq əmsalı haqqında heç nə demir. Bir də deyir ki, K, absis oxunun müsbət istiqamətli 135 dərəcəli bucaq əmələ gətirir. Biz tangensi tapmalıyıq. Bu demək ki, tangens alfa, yəni tangens 135 hesablanmalıdır. Qonşu bucaqların tangensləri mənfi ədədlərdir, uşaqlar. Belə yadınızda saxlaya bilərsiniz. 45-in tangensi, 135-in qonşusu 45-dir da, 180-ə tamamlayan. 45-i tapıb, onun qarşısına mənfi atırsınız, o da mənfi 1 edir. Bu da hansındadır? Elə ikincidədir. D variantı 2-yə uyğun gəlir. D-ni tapdıq. Qrafik 1,1 nöqtəsindən keçir. Yəni, demək istəyir ki, x-in yerinə 1 qoyanda y-i 1 alırsınız. Baxaq, 1-ə oxşur birinciyə. X-in yerinə 1,1 nöqtəsindən keçmək. X-in yerinə 1 qoyanda y-in də cavabını 1 almaq deməkdir. İndi mən burada y-i tapacağım. X-in yerinə 1 qoyuram. 3-də 2 vurulsun 1 üstə gəl 3-də 5. Bu eləyəcək 3-də 3, cavab 1. Həqiqətən də ödəndi. Deməli, C variantı 1-ə uyğundur. Və mənfi 1, 3-də 2 nöqtəsindən keçir. Mənfi 1, 3-də 2 nöqtəsindən keçəndə 2-dir. Bir-birsiz hamısını yerinə qoyub yoxlaya bilərsən, baxanda görünür. Baxın, deyək ki, mənfi 1, 3-də 2 nöqtəsindən keçsin. Yəni, x-in yerinə mənfi 1 yaz, mənfi 1 vur. Bax, x-in yerinə mənfi 1 yazıram. Çıx 3-də 1. Mənfi 1-ə vurdum 1. 1-dən 3-də 1 çıxdım. 3-də 2. Həqiqətən də ödəndi. Y variantı 2-yə gedir. Baxın, belə bir sual. 3 dənə. Bu uyğunlaşdırmanın yorucu cəhəti odur ki, 3 dənə funksiya verir. 3-ünü də götürüb işləməliyik. Bunu tək-tək versə daha yaxşı olar. Uyğunlaşdırma sualları yeri gəlmişkən bizə blok imtahanında düşür. İndi bizə deyir ki, K böyükdür 0, B böyükdür 0. Birincinin qrafikini çəkməliyik. Mən hamısının qrafiklərini çəkəcəm. Kx üstəgəl B. Birincidə deyir ki, K müsbət olsun, B də müsbət olsun. Uşaqlar, biz bayaq qrafiklərdən danışanda dedik ki, düz xəttin K-sı müsbətdirsə, bu birinci üçüncülüklərdən keçəcək. Yəni, iti bucaq əmələ gətirəcək, belə deyək də, alfa iti olacaq. Bu koordinat başlanğıcından
keçən qrafik deyil. Çünki B-si müsbətdir. B müsbətdirsə bu qrafiki sürüşdürməlisiniz yuxarı. Əgər B mənfi olsaydı aşağı. B müsbətdir deyirsə Y oxunu bu müsbət tərəfdə kəsəcək. Bu K-sı da müsbət olmağı onu bildirir ki, bu bucaq iti bucağı olmalıdır. Alfa bucağı iti bucaqdır. Mən bunların hamısının qrafikini quracağım uşaqlar üçünün də. Ondan sonra K kiçikdir 0-dan, B kiçikdir 0-dan. Sonra variantları uyğunlaşdırarıq, yaxşımı? İndi K-sı 0-dan kiçikdirsə, bu Y oxu ilə X oxunu müsbət istiqamətli kör bir dənə bucaq əmələ gətirəcək. Belə, baxın, kör bucaq. İndi B-sinə baxıram. B-si mənfidirsə, B müsbət olanda yuxarıdan keçməlidir, Y yuxarıda kəsməlidir. B mənfidirsə, Y aşağıda kəsəcək. Bizdə B mənfidirsə, burada kəsir. Bu B-dir, yuxarıda da B-ni qeyd edim. Kör bucağı da görürsünüz burada və yazıram alfa 90-dan böyük, 180-dən kiçikdir. Keçirəm 3-cü düz xəttə. Y bərabər KX üstə gəl B düz xəttində deyir ki, K-nın yerinə 0 yaz, B-nin yerinə 1 yaz. Yox, K-nın yerinə 1 yaz, B-nin yerinə 0 yaz. K-nın yerinə 1 yazanda 1 vur X elə X, B-nin də yerinə 0 yazdım. Y-ləri X-lərə bərabər olan bir düz xətt. Uşaqlar, bütün Y-lər bütün X-lərə bərabərdir. Yəni, məsələn, X-in yerinə 1 yazanda Y 1 olacaq. X-in yerinə 2 yazanda Y 2 olacaq. X-in yerinə 0 yazanda Y 0 olacaq. Belə bir düz xətt oldu. Deməli, indi başlayırıq uyğunlaşmağa. Birinci və üçüncü rübün tən böləndir A variantında deyir. Elə bu 3-ə uyğundur. Baxın. Tən böləndi mi? X, Y-ə bərabər olan nöqtələr. Tən bölən olmağını buradan görə bilərsiniz. Məsələn, X, Y-ə bərabərdirsə, burada düz bucaqlı 3 bucaq yaranır. Bununla bu bərabərdir. Deməli, bunlar 45 dərəcədir. 45-dirsə, burada 45, burada 45. Deməli ki, o tən böləndir. Bu xəttləri silirəm. Səliqəli görünmür deyə. Deməli, tən bölən Y bərabərdir. X düz xətti birinci, üçüncü rüblərin tən böləndir uşaqlar. Bu birinci rüb, bu da üçüncü rüb. Rüblərə keçsəniz, bura 2, bura 4. Saat əqrəbinin əksi istiqamətində rüblər işarələnir. Belə. Birinci, ikinci, üçüncü rüblərdən keçir. Hansı birinci, ikinci, üçüncü rüblərdən keçir? Bax, birinci rübdə hissəsi var. İkinci rübdə də hissəsi var və 3-də də var. 4-də görürsünüz, boşdur. Burada heç nə yoxdur. Birinci, ikinci, üçüncü rüblərdən keçən B variantıdır. Birinci, ikinci, üçüncü, A-nı B-ni uyğunlaşdırdıq da. İndi deyir, ikinci, dördüncü rüblərdən keçir. İkinci, dördüncü rüblərdən keçən bir qrafikimiz yoxdur bizim. Ona görə bunu heç nəyə yazmırıq. 2, 3, 4-dən keçən var, amma baxın, ikinci rüb, üçüncü rübdə də bunun hissəsi var, dördüncü rübdə də var. Deməli, D variantı 2-yə uyğundur. Absis oxunun müsbət istiqamətli kör bucaq əmələ gətirir. Kör bucaq əmələ gətirən hansıdır? Elə ikinci. Deməli, 2-yə həm D uyğundur, həm də Y uyğundur. Baxın. Üçüncüsü də iti bucaq əmələ gətirmişdi. Yəni, bucağı da qoyaq burada. Hətta 45 dərəcə olduğu da məlum idi. Keçəm 29-cu suala. İyirmi 9-cu sualla davam edirik. 3 dənə qrafik quracağım. Birinci, ikinci, üçüncü. Çalışacağım üçünü də bir səhifədə, bir sətirdə qurum. Bu birincinin koordinat sistemi. Bu ikincinin koordinat sistemi, bu da üçüncünün koordinat sistemi. Deməli, uşaqlar, birincidə bizə deyir ki, K mənfi olsun. K mənfidirsə, sizin düz xəttiniz absis oxunun müsbət istiqamətli kör bucaq əmələ gətirəcək. Kör bucaq əmələ gətirib, amma B müsbət olsun deyirsə, bu düz xətti yuxarı qaldırmalısınız. Çünki Y oxunu müsbətdə kəsməlidir. Bax, B budur. Y oxunu kəsmə nöqtəsi və absis oxunun müsbət istiqamətli kör bucaq əmələ gətirdi. Kör bucaq. Bu belə. İkinciyə baxırıq. K müsbət. K müsbətdirsə iti bucaq əmələ gətirməlidir. Absis oxunun müsbət istiqaməti ilə. Amma B 0-dan kiçik deyirsə, bunu aşağı salmalısınız. Çünki Y oxunu aşağıda kəsməlidir. Y kəsdiyi yer B-ni bildirir. Baxın, iti bucaq. Alfa iti bucaq. İti bucaq.
K -1'dir. K'sı yenə də mənfidir. -1'ə bərabərdir və B'si 0'dır. K'sı -1'ə bərabərdirsə belə bir qrafik olacaq. K mənfidir, yəni bucaq kör bucaqdır demək istəyir. Bucaq kör bucaqdır. Və B 0'dırsa koordinat başlanğıcından keçməlidir. Çünki B müsbət olarsa yuxarıdan, B mənfi olarsa aşağıdan, B 0 olarsa koordinat başlanğıcından keçir. İndi uyğunlaşdırırıq 1'ə. Baxaq, 1-ci, 3-cü, 4-cü rüblərdən hansı keçir? 1-ci, 3-cü, 4-cü rüblərdən keçən, bax 1, 2, 3, 4 adlandırsaq rübləri. İkinci rübdə görürsünüz, heç bir hissəsi yoxdur qrafikin. 1-də, 3-də, 4-də var. Deməli, A variantı uyğun gəlir 2-yə. İkinci, 4-cü rüblərin tən böləndir. Bu 3'ə uyğun gələcək B variantı. Çünki K'sı -1'dir. K -1'dirsə tangens 135 dərəcədə -1 olur. Orada alfaya 135 yaza bilərik. K tangens alfaya bərabər idi. Tangens 135 dərəcədə -1 alır. 135 dərəcə, baxın, bura 90'dır. Burada 45 olanda 135 olur. Bura 45 isə deməli burada 45'dir. Belə çıxır ki, bu bucağın tən böləni olacaq. Deməli belə. Tən bölənidir. B variantı getdi 3'ə. 1-ci, 2-ci, 4-cü rüblərdən keçir. 1, 2, 3, 4 adlandırsaq. Görürsünüz ki, 1-ci qrafikdə 3-cü rübdə heç bir hissə yoxdur. 1-ci, 2-ci, 4-cü rüblərdən keçib C variantı 1'ə uyğundur. 1-ci və 3-cü rüblərin tən böləndir. Elə bir qrafikimiz yoxdur. Deməli, D-ni heç nəyə uyğunlaşdırmırıq. Absis oxunun müsbət istiqamətli iti bucaq əmələ gətirir. Bu da 2'yə uyğundur. Y variantı. Şəkildən də görürsünüz. 30-cu sualla davam edirik. Deyir ki, hovuzu doldurmaq üçün istifadə edən A kranından boşaltmaq üçün isə B kranından axan suyun həcminin zamandan asılılıq qrafiki verilmişdir. Hər iki kran eyni zamanda açılaraq 8 saat açıq qalarsa, həcmi 50 kub metr olan boş hovuzun neçə faizi su ilə dolar? İndi A kranına baxıram. A kranı 2 saat ərzində, bax 2 saat ərzində 18 kub metr, 2 saat ərzində 18 kub metr su vurur. Onda 1 saat ərzində nə qədər su vurur desək, 18'i bölməliyik 2'yə. 6 yox, 9 kub metr. Düzdürmü? Çünki bu koordinat başlanğıcından keçən düz xətlərdir, düz mütənasib asılıdır. 2 saata 18, 1 saata tapmaq üçün 18'i 2'yə bölür. B kranına baxırıq. B kranı 3 saat ərzində 15 kub metr su boşaldır. 15 kub metr. Onda 1 saat ərzində boşaltdığı suyu tapmaqdan ötürü 15'i 3'ə böləcəyik. 5 kub metr su boşaldır. İndi 1 saat ərzində bunların ikisi nə qədər işləyir? Biri 9 kub metr su vurur, biri 5 kub metr su boşaldır. Onda bu 1 saata görülən işdir. 1 saata boşaldır deyəndə araya çıxma qoyacaq. 8 saat işləyiblər bunlar. 32 kub metr su hovuza dolub. İndi deyək ki, 32 kub metr su ümumi hovuzun həcmi 50'dir də. 50'nin neçə faizidir? Bir ədəd digərinin neçə faizidir soruşanda birincini ikinciyə bölüb 100'ə vurarlar. Deməli 64 faizi su ilə dolar. Belə bir məsələ ətraflı yazıya gələ bilər uşaqlar. 31-ci suala baxırıq. 31-ci sualda sizə deyir ki, A-nın hansı qiymətində sizin qrafik keçsin 1-ci, 2-ci rüblərdən. Yalnız 1-ci, 2-ci rüblərdən keçən bir qrafikdirsə belə bir qrafikdir uşaqlar bu. Absis oxuna paralel. Absis oxuna paralel bir düz xəttdən söhbət gedirsə y bərabərdir kx üstə gəl b. Bu o demək ki, həmin düz xətt absis oxu ilə heç bir bucaq əmələ gətirmir. Bucaq 0'dır. K da tangensi bildirdiyi üçün tangens alfa, yəni tangens 0 dərəcə, tangens 0 dərəcədə 0'a alır. Deməli bizdə K'nın yerinə 0 qoyanda bizim düz xəttimiz y bərabərdir b olur. Və birinci, ikinci rüblərdən keçirsə, o B, Y oxun kəsmə nöqtəsi idi. Deməli ki, B-miz müsbət bir ədəddir. Müsbət tərəfdən kəs baxa. Deməli, uşaqlar, yekun olaraq birinci, ikinci rüblərdən keçən bir düz xəttdən söhbət gedirsə, orada K müsbət olmalıdır. K 0 olmalıdır. Bucaq əmsalı 0. B isə müsbət olmalıdır.
Bizə K-nın yerində dayanıb A kvadratı çıxılsın 10A üstəgəl 16. Bu 0 olmalıdır. B-nin yerində 9 çıxılsın A-nın kvadratı var. Bu da müsbət olmalıdır. İndi birinci tərəfi həll edəndə 2 dənə ədəd var. Vuranda Viet teoreminə görə hasili 16 eləyəcək, toplayanda 10. Hansı ədədlərdir? 8 və 2. İndi bu 8 ilə 2-dən aparıb yerinə qoyanda hansının cavabı 0-dan böyük olursa onu götürməliyik. Təbii ki, 2-ni aparıb yerinə qoysanız bu ikinci tərəfdə ödəyəcək. Çünki 9 çıxılsın 2-nin kvadratı 4 edir. 9-dan 4 çıxanda 5, 5 0-dan böyükdür. Amma 8-i yazsanız yerinə 64, 9-dan 64 çıxanda mənfi 1 ədəd edir, ödəməz. Deməli, cavabımız olacaq 2. 32-ci sualla davam edirik. 32-də də həmin sualı biraz başqa formada soruşubdur sizdən. Deyir, düz xəttiniz 3-cü, 4-cü rüblərdən keçsin. 3-cü, 4-cü rüblərdən keçməsi üçün belə bir düz xətt olmalıdır. Və bu düz xətt absis oxunun müsbət istiqaməti ilə heç bir bucaq əmələ gətirmir. Yəni, deyə bilərsiniz ki, 0 dərəcə əmələ gətirir. Heç bir bucaq əmələ gətirmirsə, K-sı onun 0-dır. Bucaq əmsalı 0-dır. Və B, Y oxunu kəsmə nöqtəsini bildirirdi. Aşağıda kəsdiyi üçün B-si mənfidir. Bunların ikisinə baxmalıyıq. K-nın yerində dayanıb X-in əmsalı. Yəni, A kvadratı çıx 8A üstəgəl 15 0 olmalıdır. B-nin yerində dayanıb X-dən sonraki hədlər. A kvadratı çıx 16 0-dan kiçik olmalı. Birinci tərəfə baxanda 2 dənə ədədiniz var. Buranda sərbəst həddə olmalıdır. Uşaqlar toplayanda isə əks işarə ilə götürülmüş orta hədd əmsalı olmalıdır. Və bu ədədlər hansı ədədlərdir? 5 və 3. İndi mən baxanda müəyyən eləməliyəm ki, hansını götürəcək bu A. Aparıb yerinə qoyanda 0-dan kiçik olmalıdır. A kvadratı çıxılsın 16, təbii ki 3. Çünki A-nın yerinə 3 qoyanda 3-ün kvadratı 9, 9-dan 16 çıxanda mənfi olacaq cavab. Amma A-nın yerinə 5 qoysaydınız siz, 25-dən 16 çıxanda müsbət olardı, onu götürə bilməz. Bizə lazımdır mənfi olan, o da cavabımız 3 olacaq. Cavab 3. Keçirik 33-cü suala. 33-də deyir ki, bu xətti funksiyanın, xətti funksiya y bərabərdə kx üstəgəl b idi də. Qrafikin əsasən emin ala biləcəyi tam qiymətlərin cəmini tapın uşaqlar. Deməli, bunun k-sı absis oxunun müsbət istiqaməti ilə müsbət iti bucaq əmələ gətirdiyi üçün alfa iti bucaq. K müsbətdir uşaqlar. Və y oxunu bu yuxarıda kəsdiyi üçün deməli b müsbətdir. K da müsbət, b də müsbət. K-nın yerində dayanıb bu ifadə. Yazmalıyam ki, 4m çıx m kvadratı üstəgəl 12 sıfırdan böyük olsun. Bir də yazmalıyam ki, bunları yuxarıda yazaq. Bir də yazmalıyam ki, b də müsbət olsun. 10m çıxılsın m kvadratı çıx 16. Bunların hər ikisi eyni anda ödənməlidir uşaqlar. Hər ikisi eyni anda ödənməlidir. Mənası odur ki, buranı da həll eləməz, buranı da həll edib axırda cavabların kəsişməsini, yəni ortaq həlli tapmalısınız. Birinciyə baxaq, ardıcıl düzsən birinci kvadratı yazmalıyam, bilirik ki. Sonra bunun hər tərəfi mən mənfiyə vururam. Mənfiyə vurduğum üçün bərabərsizlik işarəsi əksinə dəyişir. 2 dənə kök var, onları vuranda mənfi 12, toplayanda 4 edir. Əks işarə ilə buranı götürürük. Deməli, biri 6-dır, biri mənfi 2. Onda bunun vuruğu olacaq m çıx 6, m üstəgəl 2. Əks işarə ilə burada yazırıq kökləri yazanda. Deməli, köklərimiz biri mənfi 2-dir, biri 6-dır. Doxunda qeyd etdik. 6-dan böyük 7-ni götürəndə bura müsbət olacaq. 7-nin üstə 2 gələndə bu da müsbət olacaq. Müsbəti müsbətə vuranda müsbət. Mənfi və müsbət və bizə lazımdır mənfi aralıq. Deməli, mənfi 2 ilə 6-nın arasındakı ədədlər. İndi keçirəm sağ tərəfə. Yenə ardıcıl düzürsünüz. Hökmən ardıcıl düzülməlidir bunlar. Və mənfiyə vurursunuz uşaqlar. Mənfiyə vuranda bərabərsizlik işarəsi əksinə dəyişir. Vuranda 16, toplayanda 10 edən ədədlərimiz 8 və 2-dir. Onda bunun vuruğu m çıx 2, m çıx 8 olacaq. Sıfırdan kiçik. Ədəd oxunda qeyd edirik. Biri 2-ni, bir də 8-i. 8-dən böyük bir ədəd, məsələn 9 yazsam. 9-dan 2 çıxanda müsbət, 8 çıxanda yenə müsbət, müsbəti müsbətə vuranda müsbət. Sonra ardıcıl gedəcək. Bizə lazımdır mənfi aralıq. 2, 8 aralıq. İndi bunların kəsişməsinə baxmalıyam.
Mənfi 2-dən 6-ya qədər ədədlər xəttlədim. Bir də müsbət 2-dən 8-ə qədər ədədlər. Qoy. Bir dəqiqə. 8-ə qədər ədədlər və bunların kəsişməsinə baxanda kəsişmə hara düşdü? Kəsişmə düşdü 2, 6-ya və burada emin ala biləcəyi hansı qiymətlər var? 3, 4 və 5. Bunların cəmini istəyib, cəm olacaq 12 uşaqlar. Keçirik 34-cü suala. 34 fərqli tipdə bir sualdır uşaqlar. Fx funksiyası üçün tamam fərqli sualdır. Mən sizə məsləhət görərdim ki, bunu ayrı bir dəftər tutun. Yəni qayda dəftəriniz ola bilər. Qayda dəftərinə yazın. Tam fərqli səpkidə bir suallar olanda. Deməli, biz düz xəttin tənliyini f(x) bərabərdir y şəklində yazmışıq da. Fx bərabərdir kx üstəgəl b. Belə deyək. İndi bizdə, məsələn, mən sizdən soruşsam ki, uşaqlar, f5-i necə taparsınız? Deyirsiniz ki, x-in yerinə müəllim 5 yazaram, həll eləyərəm. Düzdür. K-nı da b-ni də özü verəcək də. Yəni, siz f5-i tapanda necə ki, x-in yerinə 5 yazıb həll edirdiniz? İndi f 3x çıxılsın 5-i tapanda da x-in yerinə, baxın, x-in yerinə bu ifadəni qoyubsa aşağıda, deməli, siz də burada x-in yerinə həmin ifadəni qoymalısınız. 3x çıxılsın 5. Üstəgəl b yazmalıyam. İndi bizdən həm də deyir ki, f 2x üstəgəl 3-ü tap. Bu səfər də x-in yerinə yenə yuxarıdakı ifadədə 2x üstəgəl 3 yazacağım. 2x üstəgəl 3. Üstəgəl b. Belə. İndi bizə deyir bunların ikisinin cəmi. Bunların ikisinin cəmini gəlin yazaq aşağıda. K vurulsun 3x çıx 5 üstəgəl k vurulsun 2x üstəgəl 3, b-ləri də toplayanda 2 dənə b. Deyir, bunların cəmi uşaqlar 15x üstəgəl 12-dir. F5 tap. F5-i tapmaqdan ötürü biz k-nı b-ni bilək də. Bunları açmalıyıq. Açmazdan öncə necə yazaq? Elə açıram da uşaqlar. K-nı ortaq vuruq çıxarda bilərdik, amma yenə də məcbur açacaq. Ona görə elə bəri başından açıram. Üstəgəl 2kx üstəgəl 3k üstəgəl 2b bərabərdir 15x üstəgəl 12-yə. Baxın uşaqlar, 3kx, 2kx bizə verdi 5kx-i. Qalanlarını isə, bax, bunları sadələşdirəndə olur. Mənfi 2k, bir də üstəgəl 2b bərabərdir 15x üstəgəl 12. Bu birisiz hansı suallara oxşuyur? Çoxhədlər bölməsində keçmişdi. İki çoxhədli bir-birinə o vaxt bərabər olar ki, sağdakı, soldakı uyğun yerdə duran əmsallar eyni olsun. Baxın uşaqlar, x-in əmsalı solda 5k-dır, sağda 15-dir. Deməli ki, x-in əmsalı bunlar bərabər olmalıdır ki, çoxhədlər bərabər sayılsın. X-dən sonra dayanan ifadə 2k üstəgəl 2b-dir, mənfi. Bu da 12-yə bərabər olmalıdır. Sağda x-dən sonra dayanan ifadəyə. Deməli, k 3-dür də. K 3-dürsə aparıb yerinə yazsam, mənfi 2-ni 3-ə vuranda mənfi 6. Üstəgəl 2b bərabərdir 12. 2b bərabərdir 18. B də bərabərdir 9 olduğunu alıram. Bunu tapdım. İndi bizim düz xəttimiz onda olur hansı formada? Fx bərabərdir. K-nın yerinə 3 yazanda 3x üstəgəl b 9. İndi f5-i soruşur bizdən. X-in yerinə 5 qoymalıyam. 3 vurulsun 5 üstəgəl 9. O da eləyəcək 24. Qəşəng sualdır. Çox ağır deyil. Məsələn, sırf ətraflı yazı sualı kimi gələ bilər bu sual. Baxmayaq ki, bircə dənə veriblər bundan. Çox diqqətli olun belə az sayda verilən suallarda. 35-ci sualla davam edirəm. 35-ci sual imtahanda iştirak etmiş sualdır uşaqlar. Bizim bir düz xəttimiz var, L1 düz xətti, bir də L2 düz xətti var. L1 düz xəttinə baxsaq, keçir 4-4 nöqtəsindən. Baxın, 4-4 nöqtəsindən, bir də bu tərəfə baxsanız, mənfi 2-0 nöqtəsindən. Mənfi 2-0 nöqtəsindən keçir. İndi bu düz xəttin mən gərək K-sını biləm. Çünki bizə deyir ki, bu düz xətlər perpendikulyardır. Birinci düz xəttin tənliyinə y bərabər k1x üstəgəl b desəm, ikinci düz xəttin tənliyinə y bərabərdir k2x üstəgəl b2 desəm, düz xətlər o vaxt bir-birinə perpendikulyardır ki, L1 L2-yə perpendikulyar o vaxt olar ki, k1 k2 hasili mənfi 1 olsun. Bunları düz xətlərdə keçmişsiniz uşaqlar.
K1, K2 mənfi 1 olsun. İki düz xəttin qarşılıqlı vəziyyətində deyilir ki, iki düz xətt perpendikulyardırsa onların bucaq əmsallarını vuranda cavab mənfi 1 etməlidir. Bunu yazın, götürün. Deməli, bucaq əmsalının tapılma qaydasını mən sizə necə yazdırdım? Y2 çıx Y1 bölünsün x2 çıx x1. Yəni, y-ləri çıxacaqsınız. Tutaq ki, bu mən x1, y1 deyirəm. Buna x2, y2 deyirəm. Y-ləri çıxırsınız, bölürsünüz. X-ləri çıxanda alınan ədədə. O eləyəcək mənfi 4 bölünsün mənfi 6 və ixtisar gedəndə 3-də 2. İndi ikinci düz xəttin K-sını mən görmək istəyirəmsə, K1 vur K2 bərabər mənfi 1 tənliyində K1-in qiymətini yazıram yerinə. Mənfi 1-i də 3-də 2-yə böləndə tərsinə çevirib 2-də 3-ə vuracaqsınız. Deməli, ikinci düz xəttin K-sı budur. Baxın, belə. İkinci düz xəttimizdə bizdə K2x üstəgəl B2-dir da. İkinci düz xəttin üzərində bir dənə nöqtə də verilib uşaqları bizə 4-4 nöqtəsi. Həmin 4-4 nöqtəsi bu düz xəttin üzərindəsə yerinə yazıb B-ni tapa bilərəm. Bax, x, y. Y-in yerinə yazıram 4. Bərabərdir. K2-nin yerinə mənfi 2-də 3. Vurulsun x-in yerinə 4. Üstəgəl B2. Buradan B2-ni tapacağım. Bunlar ixtisar gedir. Olur 4. Bərabərdir. Mənfi 6 üstəgəl B2. Deməli, B2 bərabər olacaq. 4-ün yanına 6-nı keçirdəndə 10. Və düz xəttin tənliyini bizdən soruşur. Kx üstəgəl B olduğu üçün K-nı biz tapmışdıq mənfi 3 böl 2. B-ni də tapdıq 10. Burada x-imiz də var. Deməli, yekun cavabımız mənfi 2-də 3x üstəgəl 10 şəklində olacaq uşaqlar. Belə, birinci başlığı izah etdik. Növbəti bölməmiz kvadrat funksiyalar bölməsi olacaq. Mən deyərdim ki, funksiya və qrafiklərin ən maraqlı hissəsi. Hələlik.